Axşamınız xeyir olsun değerli tamaşaçılar. Favorit Production'ın təqdimatında Değişmə Aşıq müsabiqəsidir. Bugün iki iştirakçımız ilk değişmeye çıkacaklar bura. Ve Değişmə 5 layihəsində ilk değişmə günüdür. Gəlin alqışlarınızla həmin iştirakçıları Değişmə meydanına dəvət edirəm. Orxan Kamilov. Bir səs üçün 93 212, 10 səs üçün 93 229 və 30 səs üçün 93 250-yə boş SMS göndərməyiniz kifayətdir. Və digər iştirakçı Coşqun Rəhimov. Bir səs üçün 93 211, 10 səs üçün 93 310 və 30 səs üçün 93 230-a boş SMS göndərməyiniz kifayətdir. Hər ikinizə uğurlar arzulayıram. Yerlərinizi alıram sizi. Və dəyərli tamaşaçılar, unutmayın ki, bizim digər iştirakçılarımız da var. Onu qeyd edim ki, bu verilişin sonuna qədər onlar üçün də səs vermə keçirilir. Onların adını yazaraq bir səs üçün 93 226-ya, 10 səs üçün 93 20-yə və 30 səs üçün 93 30-a göndərməyiniz məsləhətdir ki, çünki onlardan ən az SMS toplamış 3 iştirakçı növbəti həftə Değişmə meydanına çıxacaqlar və onlardan da biri layihəni tərk edəcəkdir. Odur ki, fəal olun, səs göndərin. Qoymayın ki, dəstəklədiyiniz iştirakçı Değişmə meydanında məğlub olsun. Odur ki, onların adlarını qeyd edirəm. Ramiz Kərimov, Nurəddin Xanlarov, Əli Zeynalabdinov, Fikrət Cəfərov, İbrahim Cəfərov, Ülvi Həsənzadə, Ərəstun Nəsibov və Kərəm Təbrizoğlu. Yenə qeyd edim, bir səs üçün 93 226, 10 səs üçün 93 20 və 30 səs üçün 93 30-a həmin iştirakçıların adlarını yazıb göndərsəniz onlara dəstək olarsınız. Gəlin bütün iştirakçılara uğurlar diləyək, onları alqışlayırıq və sözsüz ki, sizinlə bərabər bizim aşıqlarımıza, bizim iştirakçılarımıza dəyərli münsiflərimiz qiymət verəcəkdir. Alqışlarınızla təqdim edirəm onları sizə. Ustad aşığımız, el aşığımız Aşıq Abbas Musaxanoğlu. Əməkdar mədəniyyət işçisi, fəlsəfə doktoru Nemət Qasımlı. Tanınmış el aşığı Aşıq Avdı Musayev. Və tanınmış el aşığı Aşıq Altay Məmmədov. Xoş gəlmişsiniz. Abbas müəllim, sizdən başlayacaq. Buyurun. Xeyir olsun, hörmətli tamaşaçılar, Lider televiziyasını sevənlər, aşıq sənətinə hörmət eləyənlər, hər vaxtınız xeyir olsun. Mən həmişə hər vaxtı o sözümün başlanğıcında Lider televiziyasına öz minnətdarlığımı bildirirəm. Bu layihənin rəhbərliyinə təşəkkürümü bildirirəm ki, bizim aşıq sənətimizi bütün dünyada, belə bir qalmaqallı dünyada, deməli ki, bütün dünyada, necə deyərlər, inkişaf eləməyin, o aşıq sənətinin yaymağın, ona görə öz minnətdarlığımı bildirirəm. Qaldı ki, mən açığı İslam müəllim, keçən dəfə razı qalmadım. Çox zəifli idi. Amma indi deyil, o ataların bir sözü vardı, deyil, cücəni faizdə sayarlar. Uğurlar arzulayıram. O görə indi nə qayılacaqlar, necələr, yavaş-yavaş düzələr Allah qoysa. Çox sağ olun Abbas müəllim, alqışlayırıq və artıq səs faizlərinin nəticələri var. Coşqun Rəhimov və Orxan Kamilov üçün gəlin görək ilk səs faizləri necə bölünübdür. Coşqun Rəhimov 48,78 səs faizi var və Orxan Kamilov 51,22 səs faizi var. Bu ilkin səs faizləridir. Fəal olun, səs göndərin. Buyurun Nemət müəllim, sizə işləyək. Axşamınız xeyir olsun. Salamlayıram bütün saz sevərləri, sizləri, iştirakçıları. Abbas müəllim, Stanislavskinin belə bir sözü var. Deyir ki, hər 100 nəfərdən bir nəfər incəsənətə xidmət eləyəcək bir sənətkar yetişirsə, bu böyük uğurdur. Ona görə hələ bu başlanğıcdır. Yəqin ortalardan sonra bu cavanlar biraz özünü göstərəcək. Tələsməyək, bunlara uğurlar arzulayaq, psixoloji sarsıntıdan biraz çıxardaq. Çalışın, yüksək səviyyədə sənət göstərin. Hansı bir vəziyyətin alınmağından asılı olmayaraq, bura sənət yarışmasıdır. Xalqın istəyini qazanın, xalqın dəstəyini qazanın və xalq sizə səs verəcək, dəstəkləyəcək. Uğurlar. Çox sağ olun Nemət müəllim və Aşıq Avdı Musayev, buyurun. Axşamınız xeyir olsun. Mən də bütün
tamaşaçıları salamlayıram, aşıqlara bəri başdan uğurlar arzu edirəm. Böyük üstadımız deyib, budur etibarı qoca dünyanın, verir fərmanını hər bir insanın. Özündə saxlayır baharı, yazı, biz də olaq bu hikmətdən irazı. Cavanlarımıza uğurlar arzu eləyək. İnşallah yəqin ki, Neymət müəllim demişkən, biraz davam elədikcə daha yaxşılarını xalqımız özü seçəcək, təqdim olunacaq xalqa yəqin ki, inşallah. Çox sağ olun və Aşıq Altay Məmmədov, buyurun sizə eşidək. Axşamınız xeyir olsun, hər kəsi salamlayıram. Əlbəttə, həmkarlarımın sözünə qoşularaq bunları o dərəcədə çəkindirmək olmaz. Səhnədə sərbəst olsunlar. Yəni, ilk olaraq səhnə təəssüratları var. Yəni, birinci olaraq biz gördük, özləri də iştirak elədilər. Tam sərbəst olmaq lazımdır. Uğurlar. Çox sağ olun, alqışlayırıq dəyərli müsiflərimizi və artıq ifa zamanıdır. İfalara keçid almaq istəyirəm. İlk ifası üçün dəyişmə meydanına Orxan Kamilovu dəvət edirəm. Bir səs üçün 93-212, 10 səs üçün 93-229 və 30 səs üçün 93-250-yə boş SMS göndərməyiniz kifayətdir. Xoş gəlmişsən Orxan, buyur. Çox sağ olun, İslam müəllim. İlk öncə sizə təşəkkürümü bildirirəm və dəyərli tamaşaçılarımızı və münsiflərimizi salamlayıram və Azərbaycan xalqından səs gözləyirəm. Bu qədər. İlk ifan nə olacaq Orxan? Bilgəmi. Alqışlayırıq. Orxan Kamilov. Ömrümdən, günümdən get bir dəfəlik. İtirəndən sonra sevmişəm səni. Ayrılıb əlini hicran əlinə gətirəndən sonra sevmişəm səni. Yox idi macalım, yox idi vaxtım. Nədən geri dönüb ötənə baxdım. Bir yaz düzəltdim, o qara baxdım. Bitirəndən sonra sevmişəm səni. Yaman yatdım çıltaq tali nazına. Çoxu verib qani oldum azına. Əllərim üstündə qonşu qızına ötürəndən sonra sevmişəm səni. İnanma Məlahət sözünü dana, Məlahət Yusif qızı. Gecdir, gecdir neçə sevdə göyərə yana.
Yamanın əli ilə canımı cana gətirəndən sonra sevmişəm səni. Orxan Kamilov, təşəkkür edirik Orxan və hal-hazırda olan səs faizlərinə nəzər yetirirəm. Coşqun Rəhimov 49,28 səs faizi var və Orxan Kamilovda 50,72 səs faizi var və öz ilk ifası üçün Coşqun Rəhimovu dəvət edirəm dəyişmə meydanına. Xoş gəlmişsən Coşqun. Axşamınız xeyir olsun İslam müəllim. Dəyərli müsüllə heyətini salamlayıram və Azərbaycan xalqını salamlayıram. Mən də Qazaq mahnını təmsil edirəm. Kəbəm Kərbalamsan, din imanımsan. Cənnət qucağında gəzim ay Qazaq. Damarımda qanım, ruhum canımsan. Səndə bərkiyifdi dizim ay Qazaq. Sirli sehirli buz bulaqlısan. Ceyranlı züyrlü göy yaylaqlısan. Gedənli gələnli çox qonaqlısan. Səndə gülər olub üzüm ay Qazaq. Qarayaz tək gözəl meşən var. Aveydə açılan tər bənövşən var. Demədiyim neçə dilbər güşən var. Çəmənli çiçəkli düzüm ay Qazaq. Mənim ifa edəcəyim hava baş sartel havasıdır. Alqışlayırıq Coşqun Rəhimov. Belən ay baxdı qara. Sən bir mənim ay halıma bax. Layla laylam ay balala. İlam ay sonala. İlam ay balala. Ay canla qadar. Belən ay zafa çəkər. Cala gələn ey, cala gələn. Cala gələn ay calma bax. Layla laylam ay balala. İlam ay sonala. İlam ay sonala. Belən elleriyle bir el yarın elleriyle bir el yarın elleriyle 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 ay elleriyle ay bu hicranen belə çölleri gel tökülen kanıma bak, kanıma bak, ay kanıma bak, az kanıma bak.
yaxdım. Qaralandı, qara baxdım, qara baxdım, ay qara baxdım, of qara baxdım, qara baxdım. Ay azərim, ay balam, ay balam, ay balam, özüm yıxdım. Bu dözülməz halıma bak, halıma bak, ay halıma bak, ay halıma bak. Derbələ tellərin sardı neynim, ay dağların qarsan neynim, özgələr yarsan neynim bala, neynim sana, neynim ay sana, neynim. Təşəkkür edirik. Coşqun və hal-hazırda olan səs faizlərinə nəzər yetirirəm. Orxan Kamilov 50,24 səs faizi var və Coşqun Rəhimov 49,76 səs faizi var. Alqışlayırıq hər iki iştirakçımızı. Dəyərli tamaşaçılar, reklam fasiləsində onlara səs göndərməyi unutmursunuz. Reklamlar. Bir də axşamınız xeyir olsun dəyərli tamaşaçılar. Favorit Production'ın təqdimatında Değişmə Aşıq müsabiqəsidir. Və bizim bütün iştirakçılarımız bugün mübarizə aparır. Onu qeyd edim ki, Değişmə meydanda olmayan digər iştirakçılar üçün də səs verməmiz gedir. Onlardan 3 ən az SMS toplamış iştirakçı növbəti həftə Değişmə meydanında mübarizə aparacaqlar və onlardan da biri məğlub olaraq layihəni tərk edəcək. Odur ki, fəal olun, onların adlarını yazaraq 1 səs üçün 93-226-ya, 10 səs üçün 93-20 və 30 səs üçün 93-30-a göndərirsiniz. Diqqətli olun, adlarını deyirəm. Ramiz Kərimov, Nurəddin Xanlarov, Əli Zeynalabdinov, Fikrət Cəfərov, İbrahim Cəfərov, Ülvi Həsənzadə, Ərəstun Nəsibov və Kərəm Təbrizoğlu. Alqışlayırıq iştirakçılarımızı, onların adlarını yazaraq bir daha qeyd edirəm ki, 1 səs üçün 93-226-ya, 10 səs üçün 93-20 və 30 səs üçün 93-30-a göndərirsiniz. Bugün isə Değişmə meydanında 2 iştirakçımız mübarizə aparır və hal-hazırda olan səs faizləri necədir? Reklam fasiləsi zaman dəyişikliyi olub mu? Bəli olub. Orxan Kamilov 50,8 səs faizi var və Coşqun Rəhimov 49,92 səs faizi var. Demək olar ki, bərabərdilər, dəyərli tamaşaçılar, fəal olun, səs göndərin, çünki bunlardan biri bu günlərin məğlub olaraq layihəni tərk edəcəkdir və elə vaxt itirmədən öz növbəti ifası üçün Orxan Kamilovu Değişmə meydanına dəvət edirəm. Buyur Orxan, söz sənindir. Mən İslam Əlim, Azərbaycanımızı bölgələrə bölmək istəmirəm. Birbaşa Azərbaycan xalqından səs istəyirəm və mənə dəstək olan Aşıq İlham Aslan bəyliyə təşəkkürümü bildirirəm. Və xala oğlundan, dayı oğlundan, bibi uşaqlarından hamısından səs gözləyirəm. Bir də dayı oğlu Bəxtiyardan səs gözləyirəm. Orxan ifan nə olacaq? Hüseyni havası. Orxan Kamilov. İlahi, belə də gözəl olarmı? Kimdir qələm çəkən, nə gözəl çəkir? Üz-üzə göz-gözə sehirlənmişik. Nə mən göz çəkirəm, nə gözəl çəkir.
Güney gözlüm gözəllikdə bircəsən, bu günlükdə bir mən olum bircəsən, gül üstündə arıya bax bircəsən, gör gülün nazını nə gözəl çəkir. Gəl çalma Məmmədi gözündən gözəl. Az gözüm göz mü görüb gözündən gözəl. Mən ölmüş neyniyim ay gözəl, nə bir könül doyur, nə gözəl çəkir. Orxan Kamilov təşəkkür edirik Orxan və özünü hal-hazırda olan səs faizlərinə baxıram. 51,18 səs faizi ilə Coşqun Rəhimov önə keçir. Orxan Kamilov 48,82 səs faizinə malikdir və öz növbəti ifası üçün Coşqun Rəhimovu dəyişmə meydanına dəvət edirəm. Buyur Coşqun. Sağ müəllim. Mənim bu yerə gəlib çatmağımda böyük zəhmət olan ustadım Səid Rəhimovun ruhu qarşısında baş əyirəm. Onun ailəsinə və yaxınlarına can sağlığı arzu edirəm. Dağlar qoynunda yerləşən, görüm səni şen ol Qazaq. Dərya boynunda yerləşən, böyük səni gen ol Qazaq. Tarixin var dərin-dərin, havan soyuq, suyun sərin. Çoxalsın Arif təkinərin, ulduzlara tən ol Qazaq. Dağlarında tüfəng atım, ov eyləyim, tərə batım. İsti qucağında yatım, şirin laylam sən olməzəm. Elman diyar aram-aram, sənə şeirlər qoşaram. Eşqə gəlib bil coşaram, telli sadım sən olməzəm. Mən Elman əmdən dəstək gözləyirəm. Ramin qardaşımdan, İlkin qardaşımdan, Şakir qardaşımdan dəstək gözləyirəm. Və ümumi Azərbaycan xalqından dəstək gözləyirəm. İfa edəcəyim hava Kərəm gözəllənməsi. Alqışlayırıq Coşqun Rəhimov. Əzəldən zan deyib can eşidərdi. İndi yarın kimdir? Ay etibarsız, ay etibarsız, ay etibarsız. Kime inanıp kime inandın? Kime ağız asıp kime inandın? Bu imiş ilgarın, ay etibarsız, ay etibarsız, ay etibarsız. Tutmusan ala, canımı sererdim belə sen gelen yola. Deyirdin ömrüme bir
sahat qala mənəm vəfadarım ay etibarsız ay etibarsız ay etibarsız Daşkının sölünü çıxarmayandan geydiler paltarını alovdan odda şiren çəkilenle düşersen daddan bağlalar bazarını ay etibarsız ay etibarsız ay etibarsız alma deyim, heyva deyim, nar deyim dilim gelmer beyba fıya yar deyim niye yar deyim niye yar deyim niye yar deyim Coşkun Rəhimov təşəkkür edirik. Coşkun və hal-hazırda olan səs faizlərinə nəzər yetirirəm. Coşkun Rəhimov 51,17 səs faizi var və Orxan Kamilov 48,83 səs faizi var. Alqışlayırıq hər iki iştirakçımızı. Səs göndərin, fəal olun. Unutmayın ki, bu günlərin məğlub olan iştirakçı layihəni tərk edir və istəyərdim dəyərli münsiflərimizə söz verim. Altan müəllim, sizdən başlayacağıq. Buyurun. Çox sağ olun. İndi bu göz qabağındadır artıq hər iki iştirakçının çıxışları. Başlayaq, yəni Orxandan. Orxan ilk olaraq Dilqəm havası ifa elədi və Məlahət Yusif qızının şeirini dediniz, gözəl. Onu da qeyd edeyim ki, elə hər iki iştirakçısı bugün bizim istedadlı xanımların, şairi xanımların şeirini dedilər. Yəni ki, bunu çatdırmaq istəyirəm ki, tamaşaçılarımız da bilsin ki, yəni bunların o seçiminə heç kəs müdaxilə eləmir. Özlərinin müstəqil seçimləridir. Bunda alqışlanır, çox yaxşı. Əlbəttə, biz ustadlarımıza müraciət edib, onları həmişə yadda saxladığımız, gələcək nəsillərimizə ötürdüyümüz kimi, biz gəncliyi də, müasir şairlərimizi də, şairələrimizi də təbliğ eləməliyik. Bu da bizim borcumuzdur. Yəni, hər ikisi şeir nümunəsi çox mükəmməl idi. Qaldı, Orxan, biraz yəni çalğıda birinci çıxışda, yəni bundan öncəki çıxışda oxumuşdum. Məsləhət oldu ki, oxumayasan, saz çalasan. Ancaq indi şeir söylədin. Yaxşı dedin, birinci şeiri yaxşı söylədin. Məsləhət olardı ki, çalğıya daha üstünlük verəsən. Bir də ki, hər ikinizə aiddir ki, mükəmməl bildiyiniz şeirləri söyləyin ki, canlı efirdə həyəcan istər-istəməz olur və yadınızdan çıxmasın. Bu belə. Sonra Sarteli çox xoşa gələn oxudum. Ümumiyyətlə, bizim saz çalanlarımız çoxdur. Ancaq oxuyan aşıqlarımız, saz çalıb oxuyan aşıqlarımız azdır. Coşkun, sənin də səsin xoşa gələn səsdir. Bunu da qeyd edeyim ki, səsində rəhmətli Üstad Azaflı Mikailin səsinə bir bənzərlik hiss elədim mən. Yəni, özün hiss eləyibsən, eləmişsən, bilmirəm. Çox yaxşı. Sarteli xoşa gələn oxudun. Ancaq sözün axırını, Gülaya xanımın şeiri idi, səhv eləmirəmsə, sözün axırını aydın de. Yəni, axırı aydın demirsən. Sözün axırını balaca, bütün bəndlərdə sözün axırını qıstın. Yəni, kəstin demək olar. Hər birinizə uğurlar, yəni növbəti yoldaşlara da söz çıxsın. Buyurun. Təşəkkür edirik Altay müəllim. Abbas müəllim, buyurun sizə işləyin. O əvvəlki çıxışlarına nisbətən bugün biraz fəallıq var. Dedi, Aşıq Altay dedi, sən şeiri gözəl deyirsən. Amma aşıq kimi demirsən. Biraz enerjili demək lazımdır o şeiri. Biraz belə elə demək lazımdır ki, çatsın o şeir kiməsə.
Biraz saza da üstünlük ver. Madem ki da oxumursan, saza biraz üstünlük ver. Elə belə şirin barmaqların var, sazı gözəl çalırsan, ola bilsin, sıxılırsan, eləyirsən biraz, bunlar olar. Amma nisbətən rəlləyiş var. Yəni ki, o keçən dəfədəkindən bir gün çox gözəldir. O birisiləri də daha Altay müəllim dedi. Qaldı ki, Coşquna. Coşqun, sən keçən dəfədə gözəl oxumuşdun. Bir Koroğlu havası oxumuşdun. O da yaxşı idi. Yaxşı idi yəni. Bu dəfə də o sarı teli, baş sarı teli laf əl oxudun. Laf belə yerində oxudun. Bir şey yadımdan çıxdı ki, Orxan, sən o Hüseyni havasında bir yeri qaldı. Bəli, bax onu niyə bilirsən, niyə saxlamırsan, niyə çalmırsan? Çalmaq lazımdır da, baxıraq hamı. Bu elə belə şov məclisi deyir, bu aşıq sənətidir. Ay qurban olum. Gözəl aşıqlarımız, ustad aşıqlarımız var. Hamısı bu verilişi, bax bugünkü günü gözləyirlər ki, qulaq asaq, görək nə qarir. Bu cavanlar nə inirlər? İşləyin də, özün bilə-bilə bax onu saxlamısan. Niyə saxlamısan? Çalaydın gərək onu. Üzr istəyirəm, o Coşqundan bu tərəfə keçdiyimə görə yadıma düşdü birdən, ona görə dedim. Sarı teli gözəl oxudun. Baş sarı teli. Elə Kərəm gözəlləməsində yaxşı oxudun. Biraz nəsə orada elə bir bağlaca çaşqınlıq oldu. Ola bilər, həyəcandan olar. İndi hansıydı bizim aşıqlarımızdan dedi ki, indi deyəsən Nemət müəllim idi ki, dedi məclisimizin ortasında sonra yaxşı olacaq hər şey. İndi eləlik o nisbətən, keçən dəfədəkinə nisbətən irəliləyiş var. Uğurlar arzulayıram sizə. Təşəkkür edirik Abbas müəllim və Nemət Qasımlı buyurun. Çox sağ olun. Orxandan başlayaq. Orxan ümumiyyətlə çox bu sənət üçün dəyərli bir sənətkar ola bilər. Bir neçə şərtlər var. Birincisi, getdiyin yerin məsuliyyətini biraz dərk eləmək lazımdır ki, orada nə cür çıxış eləməlisən. Hərbi hissədən təzə gəlibsən, il yarımdır sazla məşğul olmursan, bunu bilirik. Buna görə vətənə borcunu yerinə yetirib gəldiyin üçün biraz sənə yumuşaq deyəcəm. Amma sazdan qorxursan, çıxış eləyəndə gərək ram eləməyi bacarasan. Hazırlaşmaq lazımdır. Bugünün üçün pis deyil, amma sabahın üçün zəifdir. Coşqun, hər kəsi deyir, gücünə görə döyərlər. Sənin potensial imkanın böyükdür. Amma bir məsələni xüsusi olaraq yadında saxla. Səs tempirin elə bir səs tempirdir ki, sənin hər səsə, sazın səsinə, onu cilovlamaq çətindir. Ona görə sazı səsinin tempirinə köklə həmişə. Bir də havaları seçərkən, şeiri seçərkən, ta ki, gözəlləmə oxuyursansa, çalış ruhuna uyğun şeir seç ki, şeirlə musiqi səni özü o axarında aparsın. Yəni, ifan gözəldir, çalğı, oxumaq yerli yerindədir. Bir də, indi cavansız, bunlar təbiidir, birinci dəfədə efirə çıxırsınız, canlı yayma. Başını aşağı salırsan belə, sanki efir onu tələb eləmir. Efir birbaş gözə baxmağı tələb eləyir. Musiqi ilə qapanmaq başqa. Musiqi ilə qapan, ərit, yandır, bu başqadır. Sənə uğurlar, dediklərimi elə, sənin böyük potensial imkanın var. Təşəkkür edirik Nemət müəllim və Aşıq Abdi Musayev buyurun. Mən də hər iki gəncimizə can sağlıq, uğurlar arzulayıram. Mən başlamaq istəyirəm, ifaları haqqında gözəl müsiflərimiz danışdı. Mən bunlara nə demək istəyərdim? Ümumiyyətcə hamısına aiddir. Sazı tutarkən ayağınızı, fikir verin ki, ayağınızı nə cürə qorsunuz. Yəni, bu ən sevilməyən bir şeydir efirdə. Efir nədir? Elə məclis nədir? Aşıq sazı götürərkən sanki bir əskərlikdə olan bir silah götürürsən əlinə. Sazı elə tutmalısan ki, saz əlində yəni belə bir xoşa gələn dursun. Sən görən görsün ki, bu aşıqdır da, doğrudan da əlində saz götürüb. İnfaları Coşqunu mən toyda zadda da bir neçə yerdə görmüşəm. Coşqunun Nemət müəllim düz vurğuladı. Sən Coşqun, səsinə köhlə sazı. Sazı köhlüyüb, səsini ona çəkməklə. Çünki sənin səsin biraz zilxandır.
Orxan da biraz yumuşaq deyir şeirləri, biraz Neymət müəllim də dedi, üstadlarımız da dedi, şeiri bacar aşıq kimidir, sizə uğurlar. Yəni, səhnə Vineşni vidiniz gözəldir, maşallah, gözəl cavan uşaqlarsınız. Ancaq duruşunuza fikir verin, xahiş edirəm. Təşəkkür edirik Aşıq Abdi Musayevə. Alqışlayırıq dəyərli müsiblərimizi və hal-hazırda olan səs faizləri. 50,53 səs faizi ilə Orxan Kamilov öndədir, alqışlayırıq. 49,47 səs faizi ilə Coşqun Rəhimov geridədir, səs göndərin, fəal olun və digər iştirakçılarımız da var, unutmayın onlara da səs göndərin. Ramiz Kərimov, Nürəddin Xanlarov, Əli Zeynalabdinov, Fikrət Cəfərov, İbrahim Cəfərov, Ülvi Həsənzadə, Ərəstun Nəsibov və Kərəm Təbrizoğlu. Dəstəklədiyiniz iştirakçının adını yazaraq bir səs üçün 93-226-ya, 10 səs üçün 93-20-yə və 30 səs üçün 93-30-a göndərirsiniz. Çünki bu verilişin sonunda doğru ən az 3 iştirakçı, SMS toplanmış 3 iştirakçı növbəti həftənin dəyişmə meydanında mübarizə aparacaqlar. Reklam fasiləsi zamanı bolluca SMS göndərirsiniz. Reklamlar. Bir axşamınız xeyir olsun, dəyərli tamaşaçılar. Favorit Production'ın təqdimatında Dəyişmə Aşıq müsabiqəsidir. Və bu günlərim iki iştirakçımız dəyişmə meydanında mübarizə aparırlar. Hal-hazırda olan səs faizlərinə nəzər yetiririk. Coşqun Rəhimov 50,81 səs faizi var və Orxan Kamilov 49,19 səs faizi var. Və elə vaxt itirmədən öz növbəti ifası üçün Orxan Kamilovu dəvət edirəm dəyişmə meydanına. Buyur Orxan. Mən burada Neymət müəllimə təşəkkürümü bildirirəm. 5 il mənim üstümdə əziyyət çəkibdir. Çox sağ olsun. Və hal-hazırda dərs aldığım Aşıq İlham Aslan bəyliyə təşəkkürümü bildirirəm. Çox sağ olsun. İfan nə olacaq? Ağır şərli. Alqışlayırıq Orxan Kamilov. Sazdımı, ofsundumu, telə bax Allah, telə bax. Pərdə üstə dalğalanan, tülə bax Allah, tülə bax. Bir dəli sov atdı yenə, haqqa çata çatdı yenə, yeri göyü qatdı yenə, zilə bax Allah, zilə bax. Uçan dağım dərəm oldu, Mahmud döndü kərəm oldu. Yanan bəndim bərəm oldu. Belə bax Allah, belə bax. Nəfsi təzə, nəğməsi tər, xan əslinin düyməsi zər, açılıbdır gümüş kəmər, belə bax Allah, belə bax.
ürəyimi qan eyləyən, bağrımı şan-şan eyləyən, məni Zəlimxan eyləyən, elə bax Allah, elə bax. Zəlimxan Yaqub. Orxan Kamilov, təşəkkür edirik Orxan və səs faizlərinə nəzər yetirirəm. 51,3 səs faizi ilə Coşqun Rəhimov öndədir və 48,97 səs faizi ilə Orxan Kamilov geriyə qalır və nəzərinizə çatdırım ki, verilişimizin sonlarına doğru gedirik. Fəal olun, səs göndərin. Bugün məğlub olan iştirakçı layihəni tərk edəcəkdir və öz növbəti ifası üçün Coşqun Rəhimova dəyişmə meydanına dəvət edirəm. Buyur. Sağ olun İslam müəllim. Mənim bugün ifa edəcəyim hava ritmik bir havadır. Sübhan Kamaloğlu'nun sözləri, getdi o sevgidən danışma daha. Sübhan Kamaloğlu'ndan dəstək gözləyirəm. Alqışlayırıq, Coşqun Rəhimov. Coşqun Rəhimov, təşəkkür edirik Coşqun və səs faizlərinə nəzər yetirirəm. 52,22 səs faizi ilə Coşqun Rəhimov öndədir. Orxan Kamilov 47,78
səs faizi var. Orxan, çox görürsən. Gəl müraciətlərini et. Mən İslam Əlim. Buradan dəstək gözləyirəm. Ad çəkmək istəmirəm, ancaq xala uşaqları, bibi uşaqları, kim saz sevirsə onlardan səs gözləyir. İfan nə olacaq Orxan? Orta sartı. Orta sarı tel. Alqışlayırıq Orxan Kamilov. Bülbül gülsüz, yar vəfasız, göllər sonasız olmasın. Uca dağlar başı qarsız, bəyaz cunasız olmasın. Günəş kimi yansın ürək, yol azana yol göstərək, hər neymətdən ömür dərək, ömür mənasız olmasın. Vicdan ömrün mayasıdır. Dünyadan kim doyasıdır? Körpə evin dünyasıdır, evlər dünyası olmasın. İnsanlarda məhəbbət də, məhəbbət də, dəyanət də, etibar da, sədaqət də, köksüz binasız olmasın. İsa görüb dərdi qəmi,
xoşbəxt olsun dayı, əmi, amma vaxtsız, heccə kimi ata-anasız qoymasın. Təşəkkür edirik Orxan və səs faizlərini nəzər yetiririk. Coşqun Rəhimov 51,34% səs faizi var. Orxan Kamilov 48,66% səs faizi var. Alqışlayırıq hər iki iştirakçımızı və digər iştirakçılarımız üçün də səs verməyə davam edir. Unutmayın ki, bu günlərim elə bu verilişin sonunda növbəti həftə Dəyişmə meydanda mübarizə aparacaq üçlüyü mən elan edəcəm. Odur ki, fəal olun, səs göndərin. Ramiz Kərimov, Nurəddin Xanlarov, Əli Zeynal Abdinov, Fikrət Cəfərov, İbrahim Cəfərov, Ülvi Həsənzadə, Ərəstun Nəsibov və Kərəm Təbrizoğlu. Dəstəklədiyiniz iştirakçının adını yazaraq bir səs üçün 93-226-ya, 10 səs üçün 93-20 və 30 səs üçün 93-30-a göndərin. Reklam fasiləsi zamanı səsə ehtiyacı var bizim iştirakçıların. Odur ki, səs göndərin. Reklamlar. Bir də axşamınız xeyir olsun, dəyərli tamaşaçılar. Favorit Production'ın təqdimatında Dəyişmə aşıq müsabiqəsidir. Və bugün iki iştirakçımız Dəyişmə meydanında mübarizə aparırlar. Hal-hazırda olan səs faizləri Coşqun Rəhimov 50,62 səs faizi var. Orxan Kamilov 49,38 səs faizi var. Verilişimizin sonlarına doğru gedirik. Təxminən 15 dəqiqəyə verilişimiz bitir və mən hər an stop deyə bilərəm. Odur ki, fəal olun. SMS-ləri göndərin ki, dəstəklədiyiniz iştirakçı məğlub olub layihəni tərk etməsin və öz növbəti ifası üçün dərhal Coşqun Rəhimovu Dəyişmə meydanına dəvət edirəm. Buyur Coşqun. Mən burada əziyyət çəkib Qazaxdan mənim mama uşaqları gəlib bura. Onlara öz minnətdarımı bildirirəm. Qardaşım da oradadır. Və ifa edəcəyim hava Cəlli havasıdır. Allah rəhmət eləsin ustadımız Aşıq İmrana. Aşıq İmranın ifa elədiyi Cəlli havasını oxumaq istəyirəm. Coşqun Rəhimov. Kanalsız boyasız koşar
Coşqun Rəhimov təşəkkür edirik və səs faizlərinə nəzər yetirirəm. Coşqun Rəhimov 50,14 səs faizi var. Orxan Kamilov 49,86 səs faizi var. Demək olar ki, bərabərdir. Lakin unutmayın ki, verilişimizin sonuna doğru gedirik. Hər an stop deyə bilərəm. Odur ki, son SMS-lərdir göndərirsiniz. Fəal olun və bir nəfər bugün məğlub olaraq layihəni tərk edəcək. Və öz növbəti ifası üçün Orxan Kamilov, buyur. Məni sevənlərdən, mən istəyənlərdən hamıdan səs gözləyir. Alqışlayırıq Orxan Kamilov. Naxçıvani. Naxçıvani havasını ifa edəcək. Buyur. Könül üzü dönmüş yara neylədim? Mən hayəzlədim, naşıydı getdi. Könlümün ilk ovu, ilk sevgisiydi. Gözümün son yaşlı, qətvə yaşıydı getdi. Yaman dalğalandı hicran dənizi. Qaldı xəyalımda həsrətinizi. İnsan evladının daş ürəklisi, nazlı gözəllərin başı idi getdi. Sıxsa da qəlbimi yar dönə-dönə. Sücayətkən baxmaz məhəbbətinə. Mən onu sevirəm, sevirəm yenə. Onun öz xoşuydu, keyfi idi getdi. Bu nə ney səsidir, nə kaman səsi. Hicranın harayı, haydi dağlar. Bir soyuq ürəkdə, bir yad qapıda. Bugün sevgilimin toydu dağlar. Orxan Kamilov təşəkkür edirik Orxan və səs faizlərinə nəzər yetirəm. Orxanın son ifasından sonra səs faizləri artdı və 50,11 səs faizinə malikdir. Coşqun Rəhimovda isə 49,89
səs faizi var və Coşqun Rəhimovu dəyişmə meydana dəvət edirəm. Qeyd edim ki, Coşqunun ifasından sonra stop deyəcəm. Son SMS-lərdir ki, Coşqunun ifası zamanı həm Orxana, həm Coşquna, həm də digər iştirakçılar üçün göndərə bilərsiniz. Fəal olun. Buyur Coşqun, eşidirik. Mən də Azərbaycan xalqından dəstək gözləyirəm. Saza sözə qiymət verən insanlardan dəstək gözləyirəm. İfa edəcəyim hava İrəvan çuxuru. Alqışlayırıq Coşqun Rəhimov. Getmeyin bir nasıl hayıf çoxdu dəyərdin almay dəyərdin alır. Coşqun Rəhimov, təşəkkür edirik. Hər iki iştirakçımız üçün alqışlar istəyirəm sizdən. Və səs faizlərinə nəzər yetirirəm. Orxan Kamilov 50,5 səs faizi var. Coşqun Rəhimov 49,95 səs faizi var. 0,5 fərq var. Son dəqiqələrdir. Hər an stop deyə bilərəm. Belə götürək. 2 dəqiqə vaxt verirəm. 2 dəqiqəyə nə göndərdiniz?
və sonra stop deyəcəm və vaxtımız çox az olduğu üçün vaxta görə münsiflərə söz verəcəm. Abbas müəllim, buyurun. Demək olar ki, bu ataların bir məsəli var, deyir ki, kasıbın sazı axırda qızar. Biz ged-gedə bizim sazımız qızır, indi çox yaxşıdır. Yenə də elə əvvəlki kimi gözəl saz çalmağı var, gözəl barmaqları var, biraz mimikası, belə nəsə biraz mənə çatmır Orxanın. Orxan, indi bilmirəm vallahi, indi bugün qalacaqsan, qalmayacaqsan, amma biraz o şeir demək, falanı düzəltmək lazımdır. Amma belə gözəl barmaqların, gözəl ifon var. Qaldı ki, coşqun valla, burada elə mahnılar, elə havalar oxudu ki, demək olar ki, biraz elə hamısı çətin havalardır. İlk müsabiqəmiz başlayanda da o Koroğlu havası oxudu, çətin havadır o biraz elə, ağır havadır. İndi də, bax, İrəvan Çuxuru oxudu, o köhnə ustadlar yadıma düşdü mənim, Allah rəhmət eləsin. Aşıq İmran yadıma düşdü, Cəlili oxudu, Aşıq İmran yadıma düşdü. Nə deyim, coşqunda nəsə olacaq. Coşqun, elə adı necə coşqundur, uğurlar arzulayıram hər ikisinə. Hər ikisinə uğurlar arzulayıram. Çox sağ olun Abbas müəllim. Çox sağ olun. Səs faizləri dəyişibdir. Coşqun Rəhimov 50,16 səs faizi var. Orxan Kamilov 49,84 səs faizi var. Son SMS-ləri göndərsiniz. Digər iştirakçılarımıza da səs göndərməyi unutmayın. Birazdan həmin üçlüyü sizin nəzərinizə çatdıracağım. Bir səs üçün 93 226, 10 səs üçün 93 20 və 30 səs üçün 93 30-a dəstəklədiyiniz digər iştirakçıların adlarını yazıb göndərə bilərsiniz. Son anlarda stopdan sonra növbəti həftəni elan edəcəm. Buyurun Nemət müəllim, qısaca da olsa. Mən elə Coşqun haqqında demək istəyirəm. Çünki sözümün əvvəlində də dediyim məsələ yəqin ki, hər ikisinə aydın oldu. Çalışdım ki, sən çox çətin havalar oxudun. Çalışdım ki, sənin oxuduğun sözləri tam anlayayım, amma bəzilərini başa düşmədim. Hərflərlə çoxlu məşq eləmək lazımdır. Sənin gələcəyin var. Bunları mütləq məşq elə. Bir də bəzən pərdələrə təmiz düşmürsən. Bir balaca xaricdə yanılır. Onu məşq eləmək lazımdır. Orxan haqqında da zaman çoxdur. İnşallah yaxşı olar. Çox sağ olun Nemət müəllim və mən 3, 2, 1 stop. Stop, artıq səslər qəbul olunmur. Yəni gələn səslər növbəti həftələr üçün hesablanacaq. Həm növbəti həftəni elan edəcəm. Birazdan nəticələr hesablanır. Həm də bugünkü dəyişmə meydanından kim qalib çıxdı, kim məğlub oldu, onu birlikdə biləcəyik. Vaxtımız varsa, Aşıq Abdi Musayev, buyurun. Coşqun haqqında, yəni mən deyərəm ki, indi İmran əminin ruhu şad olsun. İmran əminin yəqin ki, oğlanları Coşquna səs verdilər. Doğrudan Coşqun gözəl havalara müraciət edilir. Ancaq biraz sözün aydınlığı var. Bax, bunlara fikir versin, Nemət müəllim dedi. Yaxşı, yəni tam ürəyini aça bilmir. Ola bilər ilk başlayıb efirə. Ona görə Orxan da ki, Aşıq İlhamın adını çəkdi. Aşıq İlhamı da buradan salamlayaq. İlham şeiri belə mi deyir, belə ürəksiz mi deyir? Sənin xahiş edirəm ki, İlhamın adını çəkdinsə, bu saat Aşıq İlham demək olar ki, yəni saz çalıb şeir deməkdə ən güclü aşıqlarımızdan, ustadlarımızdan biridir. Sözsüz oxumağında da. İlhamı da buradan salamlayaq. Hər ikinizə uğurlar. Çox sağ olun Aşıq Abdi Musayev və Aşıq Altay Məmmədov. Buyurun, siz eşidək. Orxan, onu qeyd edeyim ki, klassik havalar çox qaydasında çalır. Yəni ki, biri var o xallar, güllər vurasan, yəni onu eləməsə də, ancaq yolunu çox düzgün çalırsan. Orta sarteli xüsusən çox gözəl ifa elədin. Naxçıvanın havasını gözəl. Bir balaca bunu yanıldan o şeir deməyidir. Şeiri də gərək zaman lazımdır ki, şeiri havanın üstündə deyə biləsən. Yəni əla, çox yaxşı. Ruhdan düşmək lazım deyil. Və Coşqundakı eşq olsun. Çox ağır havalar oxudu, çox əla oxudu, bəyənilsin. Yaxşı gələcəyiniz var, maşallah. Çox sağ olun, alqışlayırıq dəyərli münsiflərimizi. Gürültülü alqışlar istəyirəm dəyərli münsiflərimiz üçün. İki iştirakçımız ki, hansı ki bugün dəyişmə meydanında mübarizə apardı onlar üçün və digər iştirakçılar üçün alqışlar və digər iştirakçıların hamısını səhnəyə dəvət edirəm. Buyurun, gəlin və hal-hazırda sizin içərinizdən 3 nəfərin adı elan olunacaqdır ki, növbəti həftə dəyişmə meydanında mübarizə aparacaqsınız. Bir xətt üzrə durun, xahiş edirəm. Və növbəti həftə mübarizə aparacaq olan iştirakçılar.
Ərəstun Nəsibov yanıma gəlsin. Ülvi Həsənzadə və İbrahim Cəfərov yanıma gəlir. Diqqətlə qulaq asırsınız, onların növbəti həftə üçün SMS nömrələrini deyirəm. İbrahim Cəfərov, bir səs üçün 93 211, 10 səs üçün 93 310, 30 səs üçün 93 230. Boş SMS göndərməyiniz kifayətdir. Ülvi Həsənzadə, bir səs üçün 93 212, 10 səs üçün 93 229 və 30 səs üçün 93 250. Boş SMS göndərməyiniz kifayətdir. Və Ərəstun Nəsibov, bir səs üçün 93 226, 10 səs üçün 93 20, 30 səs üçün 93 30. Boş SMS göndərməyiniz kifayətdir. Digər iştirakçılarımız üçün isə adlarını yazıb, bir səs üçün 93 226, 10 səs üçün 93 20, 30 səs üçün 93 30-a göndərə bilərsiniz. İştirakçıların hamısını yerinə alıram. Sizə uğurlar hazırlayıram növbəti həftə üçün və son nəticələr hazırdır. Orxan və Coşqun yanıma gəlir. Bu günlərin bu iki iştirakçıdan biri layihəni tərk edəcəkdir. Digəri isə yoluna davam edəcək. Qeyd edim ki, ilk dəyişmə həftəsi idi. İlk dəyişmə mübarizəsi idi. Və necə hiss edirsən Orxan, kim qalib gələcəkdir? Bilmir, Coşqun da yəqin ki bilmir. Dəyərli tamaşaçılar, bax bu gözəl ifaları yenidən izləmək istəyirsinizsə, ümumiyyətlə Favorit Production-ın bütün layihələri ilə bağlı internet ünvanımıza müraciət edə bilərsiniz. 3w.favorit-tv.com və yaxud da 3w.favorit-tv.az saytlarına daxil olaraq bütün videolar izləyə bilərsiniz. Həmçinin pulsuz elanlar yerləşdirə bilərsiniz. Həmçinin bütün iradlarınızı, fikir və təkliflərinizi qeyd edə bilərsiniz. Favorit Production-a bir alqışlar istəyirəm sizdən. Və son nəticələr, yekun nəticələr hazırdır. Birlikdə görəcəyik kim qalib gəldi və kim məğlub oldu dəyişmə meydanında. Çox həyəcanlı anlardır. Qeyd edim ki, mənim də həyəcanım heç də az deyil, Abbas müəllim. Və Orxanı görürük. Bəli, nəticələr hazırsa gəlin bu üzüntüyə son qoyaq. 51,8 səs faizi ilə Coşqun Rəhimov qalib gəlir. Orxan, sənə uğurlar arzulayıram. Coşqun, növbəti həftələrdə sənə də uğurlar arzulayıram. Dəyərli tamaşaçılar, mən sizlə sağollaşıram. Növbəti həftənin 4-cü günü eyni vaxtda, eyni zamanda görüşünüzə gələcəyik. Sağ olun, salamat qalın.